Gəncəli Cavad xan haqqında çoxumuzun məlumatımız var və o, Qacarlar tayfasının Ziyadoğlu boyundan idi. Ziyadoğluların erkən tarixi haqqında isə nə bilirik? Və buna görə də mən Ziyadoğluların erkən tarixi haqqında 5 faktı sizin nəzərinizə çatdırıram. Birinci fakt. Ziyadoğlular Qacarlar tayfasının ikinci ən böyük qolu idi. 15-ci əsrin əvvəllərində Əmir Teymur tərəfindən bu Türkmən boyu məskunlaşdıqları Şimali Suriya ərazisindən Cənubi Qafqaza, Gəncəyə, Qarabağa və İrəvana köçürülmüşdülər. İkinci fakt. Ziyadoğlular öz adlarını Xızır bəyin oğlu Ümmət bəydən almışdılar. Belə ki, Şah İsmailə olan sədaqətli xidmətinə görə ona Ziyad bəy rütbəsi verilmişdi. Onun oğlu Şahverdi Ziyadoğluya isə Təhmasib tərəfindən Sultan rütbəsi verilmişdi. Üçüncü fakt. Şahverdi Ziyadoğlu Sultan rütbəsini alaraq Şah 1-ci Təhmasib tərəfindən Gəncəyə və Qarabağa bəylərbəy təyin edilmiş və buranı birləşdirib bir bəylərbəylikdən hakim olmuşdu. Eyni zamanda Qacarların rəisi və Şah 1-ci Təhmasibin mühasibi idi. Bu qismdə də o, Şah Təhmasibin demək olar ki, bütün yürüşlərində iştirak etmişdi. Dördüncü fakt. Ziyadoğlular təkcə Qarabağda hakimiyyətdə olmamışdılar. 1551-ci ildə Şahverdi xanın qohumu olan Toygün bəy Qacar Ziyadoğlu Şəkinin bəylərbəyi təyin edilmişdi. Eyni zamanda bundan bir nə qədər sonra isə onların yenə qohumlarından biri olan Peykər xan Qacar Ziyadoğlu isə Şirvanın bəylərbəyi təyin edilmişdi. Və ən nəhayət 5-ci fakt. Şahverdi xanın oğlu Xəlil Sultan da Səfəvilər dövründə böyük bir karyera qurmuşdu və sonraki dövrlərdə Astrabadın hakimi olmuşdu.